Bu həftənin verilişini qaçıranlar, buyurun, həftənin resepti sizin üçün gəlsin. Birinci növbədə başlayıram kərə yağının əritməsindən və şərbətimizi də hazırlayırıq. 1 stəkan bal, 1 stəkan da süd. Ballı südlü, çox ləzzətli bir şərbət hazırlayacağam. Bu cür hər bir tərəfinə gələcək şəkildə kərə yağı ilə yağlayırıq. Yağladıqdan sonra bir balaca bəkməz əlavə edirik. Yaxşıca hər tərəfə gələcək şəkildə yayırıq. Burada qramla götürsöz 300 qram kadayıf var. Bol-bol kərə yağı ilə kadayıfımızı yağlayırıq. Bunu yerləşdiririk qabımızın dibinə. Burada 300 qram qoz var, qozu biraz bol götürdük. Bunu da xırda, amma dişə gələcək şəkildə blenderdan biraz üydürük. Ortasına əlavə edirəm. Yenə də əlimizlə yaxşıca sıxışdırırıq. Qapağını hazırlamaq üçün yenə də kadayıfdan istifadə edəcəm. Daha sonra bunu qabımızın hər bir tərəfinə yayırıq. Şirinyatımızı hazır elədik, göndəririk. 200 dərəcə öncədən isilmiş sobaya. Təxminən bir 20-30 dəqiqəlik. İsti şirinyatın üzərinə ilıq şərbəti yaxşıca gəzdiririk. 1 stəkan bal, 1 stəkan da süd vardı bu şərbətimizdə.